Bölgə TV xəbər verir ki, 9 saylı regional meşə təsərrüfatı mərkəzinin xidməti ərazisində olan Beyləqan, İmişli, Ağcabədi rayonlarında geniş miqyaslı yaşıllaşdırma və meşə bərpa tədbirləri aparılıb və bu gün də davam etdirilir. Aparılan işlər çərçivəsində müxtəlif növ ağacların əkini həyata keçirilib. Belə ki, İmişli rayonunun Mürsəlli kənd ərazisində ümumilikdə 17 hektar sahədə Eldar şamı, sərf, melisa, göyrüş, tut, qarağac və iydə ağacları əkilib. Əlavə olaraq 2 hektar sahədə palıd, göyrüş və şam ağacları 2022-ci ilin əkini kimi qeyd olunur. Ərazidə 780 metr uzunluqda çəpərlənmə işləri də aparılıb. Bundan başqa 5 saylı Meşəbəyliyin 4 saylı dolayında 19 hektar sahədə təxminən 80 min ağac əkilib. Burada əsasən palıd, şam, tut, sərf, qarağac və iydə növləri üstünlük təşkil edir. Təbiətin bərpası və yaşıllıqların artırılması məqsədilə yaradılan böyütmə sahələrində və tinqliklərdə də işlər davam etdirilir. Tuya tinqlik sahəsi 0,16 hektar, 2025-ci ilin yaz səpini üzrə 1 saylı Meşəbəylikdə 0,25 hektar tut və 0,20 hektar akasiya əkini nəzərdə tutulub. 2024-cü ilin yaz mövsümündə isə 9 saylı regional meşə təsərrüfat mərkəzinin böyütmə şöbəsində 0,50 hektarlıq sahədə 20 minədək sərf tinqi əkilib. Ümumilikdə görülən bu tədbirlər meşələrin bərpası, onların qorunması və regionlarda ekoloji tarazlığın gücləndirilməsinə xidmət edir. Dilbər Vüqar qızı, Niyaməddin Əşrəfov, Niyaməddin Hüseynov, Bölgə TV.